Nizami Gəncəvadına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində Kiçik Akademiyanın elmi-praktik konfransı keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Nizami Gəncəvadına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin direktoru Rüxsarə Məmmədova qeyd edib ki, kiçik akademiyaların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir. Rüxsarə Məmmədova bildirib ki, bu günlərdə liseyin bir şagirdi Beynəlxalq Asiya Fizika Olimpiyadasında iştirak edib. Bir şagird Sabahın Alimləri Beynəlxalq müsabiqəsinin qalibi olub. 34 şagird Respublika Fənn müsabiqəsinin finalçısıdır. 3 nəfər Respublika Fənn Olimpiyadasının qızıl, gümüş, bürünc medallarına layiq görülüb. Tədbirdə Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev diqqətə çatdırıb ki, kiçik akademiya yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. Daha sonra şagirdlər çıxış ediblər. Bildirək ki, bu akademiyalara üzvlük könüllü olaraq həyata keçirilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən kiçik akademiyaya üzv ola bilərlər. Kiçik akademiyaya üzv olan şagirdlərin elmi konfranslara, olimpiyadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var. Kiçik akademiyanın tərkibində humanitar, təbiət, fizika, riyaziyyat, texniki, sosial-iqtisadi və digər elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir. Kiçik akademiya daxilində hansı bölmənin fəaliyyət göstərməsi məktəblərin seçimi əsasında müəyyən olunur. Şəmstan Fikrətli, Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.